Salam mənim kanalımın gözəl xanımlar, necəsiz? İnşallah ki, yaxşı olarsınız. Əziz xanımlar, siz istədiniz, mən də dedim ki, hazırlayım. Şərhlərin çoxsu lahmacun istəmişdi. Dedim hazırlayım, sizlərlə də bölüşəm. İnşallah videomu sona qədər izləyərsiniz və sizlər üçün maraqlı olar. Əgər bəyənsəniz, abunə olub like etməyi unutmayın. Sizdən gələn o gözəl rəyləri o qədər oxuyuram, sevinirəm. Çox sağ olun. Allah hər birinizdən razı olsun, mənə bu yolda dəstək olursunuz. Hər birinizə sonsuz təşəkkürümü bildirirəm. Mən sizə indi hazırlanmasını deyim. 2 ədəd yaşıl şirin bibərdir, 2 ədəd qırmızı şirin bibərdir, 1 ədəd acı bibərdir, amma diqqət edin, yəni çox acılı istəyirsinizsə təbii ki, çox edə bilərsin, amma mən çox etmişdim, yəni bir dənə bütöv etmişdim də, yəni çox acı idi. Yarısını da etsəniz daha yaxşı olar. Yəni acılı sevməyənlər üçün deyirəm. Uşaqlı evdə uşaqlar məsələn sevmirlər. Ona görə də yəni acılı etsəniz sizin üçün rahat olmayacaq. Sonra petruşkadır, 2 ədəd soğandır, 1 ədəd limonun suyudur. Yəni hər birində bir diş də sarımsaqdır təbii ki. Bir də pomidor. Hər birini də blenderdən keçirtdim. Yəni çox incə xırda olmalıdır da ki, tez pişsin. Burada da gördüyünüz kimi bir diş sarımsaq və pomidordur əlavə etdim. Və çalışın yaxşıca çəkmək lazımdır blenderlə ki, yəni bir tikəsi belə iri qalmasın. Və onu da qeyd edim ki, indi də gördüyünüz kimi petruşkanı doğrayıram. Xırda-xırda istəmədim atam blenderin içindən, çünki əldə doğrananda daha yaxşı olur. Və bir də onu qeyd edim ki, yəni mən heç birinə su vurmadım da, yəni ətin. Çünki tərəvəzlərin hər birinin suyu çıxmışdı deyə ehtiyac görmədim. Amma istəsəniz siz təbii ki, vura bilərsiniz. Amma yəni onsuz da o ərzaqların pomidordur, şirin bibər, acı bibər hər birinin onsuz da dadı çıxır. Və burada da gördüyünüz kimi 2 xörək qaşığı da tomat əlavə etdim. Bir yarım stəkan da duru yağ əlavə etdim. Və zövqə görə də duz istiot. Mən qiyməni 300 qramdan etmişdim. Yəni hələ inanın ki, artıq da qaldı da ətimdən. Çünki 10 dənə etmişdim, çox etmədim. Gördüm ki, yəni sabah da edə bilərəm də. Yəni 300 qram, hətta 200 qram da edə bilərsiniz. Yəni çünki burada ət çox getmir. Burada da gördüyünüz kimi hazır lavaşdan edirəm. Yəni istəsəniz özünüz də yayıb edə bilərsiniz, amma həm çox vaxt aparır, həm də yəni belə daha rahat pratikdir. Yəni istədim ki, sizlərlə də bunu göstərəm ki, bu belə daha rahat olar sizlər üçün. Çünki bəzi xanımlar var ki, işləyirlər və yaxud da yaymağı bacara bilməyən xanımlarımız var, onlar üçün də fikir olar istədim. Və burada da gördüyünüz kimi yavaş-yavaş yayıram. Yəni çox üzərini doldurmaq olmaz, çünki o zaman bişməyəcək. Əti də, tərəvəzlər də bişməyəcək. Burada da gördüyünüz kimi soba listinə yığdım. Və budur, hazırdır qızlar. Həqiqətən də dadı çox gözəl, çox möhtəşəmdir. İzlədiyiniz üçün hər birinizə sonsuz təşəkkür edirəm. Hələlik. Necə göründüyün, necə olduğun inşallah ki, şərhlərdə qeyd edərsiniz.